Çinar Rus Tibb Mərkəzinin sponsorluğu ilə İncilər efirdədir. gözlü qızlarımıza ithaf olunan gözəl bir ifa ilə proqramımızı açıq elan edirik və onu da xatırladım ki, siz bugün üçün ayrılmış vaxt və müddət ərzində bizi izləyəcəksiniz. Təbii ki, sizin evlərinizin daim sevilən qonağı olan Cənub Televiziyasının İncilər proqramını seyr edəcəksiniz. Və təbii ki, bizimlə bərabər olan bu günləri çox gözəl bir solistimiz və proqramımızı çox gözəl bir templə açan sevilən ifaçımız Xalidi salamlayıram və təbii ki, onun bütün ansambl heyətinin hər birinə ayrı-ayrılıqda xoş gəlmişsiniz bir daha. Çox sağ olun Aygün xanım, mən də sizi salamlayıram, bütün izləyicilərimizi salamlayıram öz adımdan və ansamblın adından. Və bugün də hər zamanki kimi, yəni gözəl olmaya bilməz, çünki heç vaxt belə bir şey olmuyor. Efirimizdə yenə gözəl bir veriş olacaq. Bizlər də buradayıq, şən, əhval, ruhiyyə ilə verişimizi başa vuracaq inşallah. Bizdən ayrılmayın.
və biz də sizdən təbii ki, gözəl ifalar umuruq, gözləyirik və inanırıq ki, bugün də proqramımızda heç buna xilaf çıxmayacaq vədimizə, seyircilərimiz. Təşəkkürümü bildirirəm və Aytənə də yaxınlaşmaq istəyirəm, vaxt itirmədən, tez bir zamanda, çünki bir neçə müddətdir Aytəni də görmürük. Yəqin ki, siz seyircilərimizlə danışmışıq Aytənin əl işləri və təbii ki, özü üçün. Bir daha səni salamlayıram Aytən, xoş gəlmirsən. Salam, xoş gördük Aygün xanım. Bir verilişin ən çox sevdiyim məqamı sizi salamlamağımda da olmuş. Belə salamlayırıq sizi və bütün gözəl tamaşaçılarımızın hər birini, bizi izləyənləri. Bugün isə biraz fərqli iş göstərmək istəyirəm. Məsələn, olsa sən demə olar ki, hər iş özünə görə fərqlidir. Görə bu dəfə nə olacaq? Təşəkkür edirəm. Baxın, orada balış var, balınc var orada, amma balaca şəkildə. Demək, o mənim şey rəngdədir. Üstündən də əlavə. O balıncı da özüm hazırlamışım. Üstünə əlavə o toxuma vişofla da özüm salfetka şəklində, onu da balınc üçün sırf toxunub hazırlamışım. Onu hazırlayan dedim ki, əslində ondan 4 ədəd də toxumaq olar, daha yekə balınc üçün. Bugünkü, baxın, 2 belə parçanı ürək şəklində kəsmişik biz. Baxın, bu boyda ürək olar. Gərək bunun üçün necə doldurasan? Bəli, bunu indi istəyirik ki, balış şəklində bunu düzəldim. Görək də necə olur. Balış şəklində, elə bildim ki, bunun içini doldurmaq lazımdır. Amma belə böyük geniş kənarlarında da var. Bəli, tanıyırsınız insan. Belə və bizə bu cür ağ rəngdə linklər lazımdır. Baxın belə, bu cür sadəsi də lazımdır və belələri də lazımdır. Baxın belə, bu qarışıb bir-birinə mən qoy işləyim, sonda göstərəcəm. Təbii ki, qoy biraz seyircilərimiz də intizarda qalsın ki, görək bu ürək formalı hazırlayacağımız. Belə də hazırlamışıq. Bu nə gözəldir. Belə, burada belə üzüklər bağlanır, nigah masasına qoyulur bu əsasən belə. Bu üçün hazırladığın hər işi deyil. Bəli. Sizin şərəfinizə. Belə görək də nə alınır. İndi bunu da hazırlayaq, çatdırsam. İnşallah maraqlı bir şey olacağına şübhəmiz yoxdur. Qırmızı ürək şəkilli maraqlı bir balınç hazırlayacaq. Təşəkkürümü bildirəm Aytən sənə. Və qeyd eləmək istəyirəm ki, proqramımızın bu məqamında isə biz danışmalıyıq bizim proqramımızın havadarı, yəni sponsoru olan Çinaru Sirf Mərkəzindən, hansı ki yerləşir Lənkəran şəhəri Mustafa xan küçəsi 70 ünvanında Böyük Bazar məscidinin yaxınlığında. Əlaqə nömrələrini də ekranda görürsünüz, ilə operatorlarımız sizə nümayiş etdirirlər. Siz həmin bu ünvana müraciət eləməklə inanın ki, yəni həyat üçün çox vacib olan canınızın sağlamlığını qoruya bilərsiniz və yaxud da ki, sadəcə, yəni bu təbii ki, bizdə belə bir adət var. Daim çox xəstə olduğumuz halda hər hansı bir həkimə müraciət edirik, amma inandırım ki, yəni artıq bu paytaxtda da belədir, yəni bir çox yerlərdə də belədir ki, hər insan ən azı 6 aydan bir və ya 1 ildən bir müayinə olmalıdır. Bir çox gözəl şəkildə ən adi ambulator müayinədən tutmuş ta ağır əməliyyatlara qədər çox gözəl professional işçi heyəti və ən əsası da ki, müasir avadanlıqlarla təchiz olunmuş bu tibb mərkəzində siz sağlamlığınıza qovuşa bilərsiniz. Niyə də olmasın? Və bizim proqramımızın təşkilatı dəstəyi olan Oasis Gül Qalereyası və hansı ki, deyirəm, bu dönəmdə bu müəssisəyə getməniz daha vacibdir. Çünki özəl günlərdə öz sevdiklərinizi və yaxınlarınızı sevindirmək yəqin ki, hər kəsin istəyi olmalıdır və xanımların qəlbini fətihləmək üçünsə təbii ki, onlara verə biləcəyiniz təbii güllər ən gözəl seçim ola bilər. Düzdür, bəziləri düşünür ki, gülə gül verməzdir, amma sadəcə bu xanımların, gül almayan xanımların bir uydurmasıdır deyək. Siz alın və inanın ki, xanımlar qəbul edəcəklər güllər və sizin də öz sevgilərini ifadə edəcəklər. Və o Əziz Gül Qalereyasının Ceyhun bəyə təşəkkürlər. 053-350-25-64 sayı telefon nömrələri də məhz həmin bu müəssisənin əlaqə nömrələri siz öncədən sifarişlərinizi də edə bilərsiniz hətta. Və bugünümüzün mövzusunu elan eləməliyik. Bu günləri çox maraqlı bir mövzudan danışacağıq. Şəxsən mənim özümə də çox maraqlıdır. Və elə bu mövzu ilə əlaqəli bizimlə bərabər olan qonaqlarımız da bilavasitə bu mövzuda o qədər gözəl danışacaqlar və mən buna ümidvaram və əminəm və bilirəm ki, sizin də laf ürəyinizcə olacaq. Danışacağıq, məhz konkret olaraq mövzumuz adamlar və sahələrdir. Bunu biraz izah edim sizə, nədir konkret olaraq. Bilirik ki, yəni o deyir, həyatda iki seçimin üzərində demək olar ki, bütün həyatımız qurulur. Bunun biri həyat yoldaşı seçimidir, birisi karyera, yəni iş seçimidir ki, bu çox vacibdir və demək olar ki, həyatımız bunların üzərində qurulur. Biz ikincisində, yəni karyera seçimindən danışacağıq. Amma etiraf edək ki, bir çoxlarımız seçdiyimiz ixtisasda çalışmırıq. Bu sadəcə ola bilər ki, hər hansı bir ehtiyac ucbatından və bəzən də ola bilər ki, həvəsimiz olmadığından, yəni sadəcə bir hobbi kimi hər hansı bir əlavə işlə məşğul ola bilərik. Bu nə deməkdir? Ən çox da bu, bir çox da mədəniyyət sahəsində çalışanlara, incəsənət adamlarına şamil olunur. Çünki onların əksəriyyətini arayıb araşdırsaq, tamam fərqli ixtisaslarda təhsil alıblar, yəni universiteti bitiriblər. Bu da bir maraqlı bir nüansdır. Elə ola bilər ki, siz özünüz də indi hal-hazırda haradasa çalışırsınız, amma deyək ki, təhsil aldığınız, yəni
ixtisasına yiyələndiyiniz yönündə deyilsiniz. Elə içimən qarışıq. Və bu barədə danışacağıq. Dəyərli qonaqlarımız var. Xüsusilə bunu dönə-dönə vurğulamalıyam. Paytaxtdan proqramımıza təşrif buyurmuş gözəl bir qonağımız olacaq. Mən onu təbii ki, şair olaraq tanıyıram və çox böyük hörmətimiz olan bir insandır. Yəqin ki, onu çoxları da yaxşı tanıyır. Dəvət eləmək istəyirəm studiyaya. Həmin bu insanla yəqin ki, həm söhbət olmaq sizin hər birinizə xoş olar. Millətin Səsi qəzetinin baş redaktoru, Xəzər Dəniz Neft Donanmasında gəmi kapitanı olan, eləcə də bütün bunlarla bərabər şairlik fəaliyyəti, eləcə də jurnalistlik fəaliyyəti ilə məşğul olan çox gözəl bir insan Faiq Balabəylini dəvət edirəm studiyaya. Buyursun, xoş gəlib. Qərənfili dərəndə, dərib yerə sərəndə, yanar gönlümü verəm, mənə gönül verəndə. Qərənfili dərəndə, dərib yerə sərəndə, yanar gönlümü verəm, mənə gönül verəndə. Gəl, 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 dilimim alınmaz, nazır, gəl, 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 başqa alınmaz. Gəl, 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 dilimim alınmaz, nazır, gəl, 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 başqa alınmaz. Gecəni qal eyləmə, zülfünü yan eyləmə, zülfünü yan eyləmə. Ay gecəni qal eyləmə, zülfünü yan eyləmə, zülfünü yan eyləmə. Səmən, səmən, sən özgə xəyal eyləmə, səmən, səmən, sən özgə xəyal eyləmə. Gəl, 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 dilimim alınmaz, nazım, gəl, 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 qaşqam alınmaz, naz. Gəl, gəl, dilimim alınmaz, naz, dur, gəl, 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 qaşqam alınmaz. Bax, belə qarşılamayla hansı qonağa gəlməz? Təbii ki, gələr. Belə bizim də növbəti qonaqlarımız da vaxt itirmədən onlarla söhbətə tələsdiyimiz üçün və bilirəm ki, çox maraqlı bir söhbətimiz alınacaq. Buna əmin olduğumuz üçün istəyirəm vaxt itirmədən növbəti qonağımızı da dəvət edeyim studiyaya. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Ədəbi İş və Ekran Dramaturgiyası fakültəsinin məzunu, eləcə də Bakı Slavyan Universitetinin Yaradıcılıq Fakültəsinin kurs tələbəsi və bütün bunlarla bərabər çoxlarının çox yaxşı tanıdığı istedadlı gənc yazar, həm də bununla bərabər çox gözəl bir xanım Günay Ümidi dəvət edirəm studiyaya. Buyursun, xoş gəlin. Dolan, 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 gəl, dolan, gəl, əsri basma, dolan, gəl, süpürmüşəm sarayı, əsri basma, dolan, gəl, dolan, 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 gəl, əsri basma, dolan, gəl, süpürmüşəm sarayı, əsri basma, dolan, gəl, bitirməyə yaz qalır, gözlərəm təzayür. Bitirməyə yaz qalır, gözlərəm təzayür. Dolan, 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 gəl, əsri basma, dolan, gəl, süpürmüşəm sarayı, əsri basma, dolan, gəl, dolan, gəl, dolan, gəl, əsri basma, dolan, gəl, süpürmüşəm sarayı, əsri basma, dolan, gəl. Və dediyimiz kimi bir çox hallarda insanlar öz seçimlərini, yəni təbii ki, söhbət peşə seçimlərindən gedir. Ola bilər ki, nəsildən nəslə keçmək və ola bilər bəziləri hansı sahənin daha çox gəlirli olduğunu düşünüb bir ixtisas seçirlər və ən əsası da bəzi hallarda təsadüfi ixtisas seçənlər də var. Görək hansı daha əlverişlidir və hansı peşənin daha çox seçilməsi təqdirində insan daha uğur qazana bilər, bəlkə də ki, onun ikinci ixtisas seçməyinə heç bir ehtiyac qalmaz. Bu yönümdə çox maraqlı söhbətlər edəcəyinə inandığımız növbəti və sonuncu qonağımızı da dəvət edirəm. Cəlilabaddan təşrif buyurub. Azərbaycan dili və ədəbiyyat müəllimi, bununla da bərabər şair və tədqiqatçı olan Bilal Alarlını dəvət edirəm studiyaya. Buyursun, xoş gəlib. Qonaqlar hamısı gəldi, məclisimiz tamam düzəldi. Qonaqlar hamısı gəldi, məclisimiz tamam düzəldi. Yuxarı başa tez keçin, oturub yeyin için. Yuxarı başa tez keçin, oturub yeyin için. Tez düzün qədəhləri, tez düzün çay süzün, ay qədəhlərə çay süzün. Tez düzün qədəhləri, tez düzün çay süzün, ay qədəhlərə çay süzün. Qonaqlar hamısı gəldi, məclisimiz tamam düzəldi. Bravo, təşəkkürümüzü bildiririk gözəl ifa üçün və təbii ki, qonaqlarımızı gözəl bir şəkildə qarşılamaq üçün və mən istəyirəm ki, qonaqlarımızı burada gördüyümüz üçün çox böyük məmnunluq sizi yaşadığımı bir dönə-dönə vurğulayım və çox sağ olun ki, bizimlə bərabərsiniz və inanırıq ki, bu günləri çox maraqlı bir söhbətin şahidi olacaq sizlərin sayəsində. Seyircilərimizi salamlayaq ilk başda. Fərq bəy, başlayaq sizdən, buyurun. Təşəkkürümü bildirirəm dəvətə görə və burada Cənub televiziyasından bütün Azərbaycana öz salamlarımı çatdırıram və məlumdur ki, son zamanlar Cənub televiziyası özünün
əhatə dairəsini bir qədər də daha çox genişləndirib və cənub bölgəsindən olaraq fərqli olaraq bu dəqiqə təmin televizyon Azərbaycanın hər bir tərəfindən, çox tərəfindən seyr edirlər. Çox sağ olun dəvətə görə. Biz də çox sağ ol bildiririk ki, dəvətimizi qəbul edib studiyamızda deyək ki, öz yerinizi almışsınız. Təşəkkürümüzü bir daha bildiririk və Günay xanım siz də xoş gəlmişsiniz deyirik bir daha seyircilərimizi salamlayarıq zəhmət olursa. Mən də salamlayıram bütün Azərbaycan xalqını və sizi, yaradıcı heyətinizi. Təşəkkür bildirəm və Bilal müəllim, siz də yəni demək olar ki, yəni televiziyamızda tanış olan şəxslərdən birisiniz, amma yəni proqramımızda deyək ki, ilk dəfə qonaqsınız. Fikirlərinizi, düşüncələrinizi almaq istəyirəm. Çox sağ olun bizi dəvət etdiyinizə görə televiziyanın rəhbərinə, televiziyanın işçilərinə, bizi dinləyən bütün tamaşaçılara öz salamımı göndərirəm. Elə bilirəm ki, bu gün bizə ayırdıqları vaxta görə peşman olmayacaqlar, çox maraqlı söhbətlərin şahidi olacaqlar. Sağ olun. İnşallah. Və əslində bilavasitə düzdür, burada sizin üçün yəni istənilən mövzuda danışmaq, çünki o deyir dünya gözəldir şairlərin gözü ilə baxanda, yəni ümumiyyətlə o barədə danışmaq daha yəni və yazarların gözündə çox rahatdır. Yəni istənilən mövzuda məlumatlı olurlar və danışmaqları da rahat. Amma bilavasitə ki, nəzərə alsaq ki, sizin özünüzlə də bağlı olan mövzudur bu. Çünki hər birinizin belə baxdım, yəni dəvət edəndə artıq yəni sizin haqqınızda məlumatlar əlində idi və demək olar ki, hər birinizin ixtisası tamam başqa və bəlkə də çalışırsınız həmin ixtisaslarda, amma bununla da bərabər yaradıcılıq fəaliyyətləriniz də var. Elə bu barədə danışmaq istəyir. Yəni, niyə bəzi şəxslər öz ixtisasları üzrə işləmir, ümumiyyətlə ki, işləyir və bununla yanaşı da əlavə bu nə ehtiyac üzümdəndir, yoxsa ki, sadəcə bir həvəsdir? Bunu bir izah edək zəhmət olmasa. Elə, Fərid müəllim, başlayaq sizdən, buyurun. Müxtəlif səbəblər ola bilər, Alim xanım. Kimsə, tutaq ki, öz ixtisasına uyğun olaraq iş tapmır, işləmir. Ola bilsin ki, zaman keçəndən sonra həmin insan fikirləşə bilər ki, seçimində düzgün olmayıb. Amma söhbət əgər bədii yaradıcılıqdan gedirsə, mən belə düşünürəm ki, bədii yaradıcılıqla məşğul olan hər bir insan seçdiyi ixtisasdan asılı olmayaraq, əgər onda bu vergi varsa, onda bu istedad varsa, o özünü əvvəl-axır göstərəcək və təcrübədə də var ki, bir çox bizim ədiblərimiz, yazarlarımız heç də tutaq ki, ədəbiyyat və yaxud jurnalistika sahəsində təhsil almayıblar, ancaq Azərbaycanda və onun kütlərindən kənarda eyni zamanda xarici ədəbiyyatda da var ki, yazarlarda da var ki, tutaq ki, yazıcısı kimi fəaliyyət göstəriblər. Amma mən düşünürəm ki, əgər hər bir insan seçdiyi ixtisası ürəkdən bəyənibsə, o istər-istəməz nə vaxtsa həmin ixtisasda müvəqqət olaraq işləməsə də qayıda bilər, həmin sahəyə qayıda bilər. Mən elə bu sahəni özümdən götürürəm ki, mən bir zamanlar tutaq ki, dənizdə maralanmışdım və yenidən dənizə qayıtdım və mənim o ilkin, ya o uşaq arzularıma elə bir ki, yaşımın bir qədər keçəndən sonra qayıtması oldu. Yəni, mən bədii yaradıcılığımı da, həyatımı da dənizsiz təsəvvür edə bilmədim. Eyni zamanda şeirsiz də təsəvvür edə bilmədim. Yəni, mənim üçün dəniz şeirin, poeziyanın qonşuluğunda idi. Elə bilavasitə nəzərə alsaq, yəni bir çox şairlər dənizi vəsf edərək və onu yəni sevgi yeri kimi, rahatlanma yeri kimi qiymətləndirərək yəqin ki, bu sizə bir istiqamət oldu ki, həm də şair olasınız. Yoxsa ki, elə bundan əvvəl də var idi şairli? Yox, bilirsiniz nətərdir? Mənim şairliyim dənizçiliyimdən qabağa təsadüf edir. Yəni, mən orta məktəbdə oxuyanda şeirlər yazırdım və mənim də, belə deyək də, bir dəfə bu haqda demişəm, orta məktəbdə oxuyanda belə bir sərbəst mövzuda inşa yazmışdım. Biz bölgəndə nə olacaq, hansı sahəni seçəcək? O zaman yadıma gəlir ki, mən bir dəfə 5-ci sinifdə, yaxud 6-cı sinifdə jurnalist olmağım haqda yazı yazmışdım. Sonradan isə mənim oxuduğum bədii ədəbiyyat, yəni mən dəniz qırağında böyüməmişdim, doğulmamışdım, Cəlilabadda doğulmuşam. Amma oxuduğum ədəbiyyatdan, baxdığım kinolardan, bu dənizçilərin həyatının maraqlı keçməsi, onların tutaq ki, o qürurlu bir həyat keçməsi məni özünə cəlb eləmişdi və mən orta təhsillərin sonlarında dənizçi olmağım haqqında fikirləşmişdim və deyim ki, mən hər iki arzuma çatdım. Yəni, mən həm dənizçi oldum, indiki Dəniz Akademiyasını bitirdim, həm də jurnalistlik fəaliyyətimi davam etdirdim, bu sahədə təhsil aldım. Yəni, həm gəmi kapitanı oldum, həm media kapitanı oldum. Bugün də bax, bu belədir. Əla.
Tək ki bu sizin deyək ki, elə həyat və fəaliyyətiniz bir çox gənclərə örnək olsun. Hansı ki, onlar hələ bir yerdə öz mövqelərini qoruyub saxlaya bilmirlər. Elə artıq siz görürsünüz, yəni insan istəsə hər şeyə qadir ola bilər. Və mən Günel xanım da düşüncələrini almaq istəyərdim. Ümumiyyətlə, bir neçə peşənin sahibi olan insanlara münasibətiniz necədir? Yəni, sizcə bir var ki, çoxları, yəni, bəlkə də iddia edənlər, yəni bu işə nail ola bilməyənlər çox vaxt düşünürlər ki, insan gərək bir işi görsün və bunu daha yaxşı bacarsın, nəinki bir neçə işi və yarımçıq. Yəni, belə düşünürlər. Ümumiyyətlə, bu barədə bu cür düşünən insanlara və bir neçə peşənin sahibi olan insanlarla bağlı sizin düşüncələriniz təbii ki, bizə də maraqlıdır. Mən ümumiyyətlə düşünmürəm ki, təsadüfi nəsə var həyatda. Elə Faiq müəllimin bayaq danışdığına diqqət elədinizsə, o dənizçidir və poeziya mənə elə gəlir ki, elə qonşuluğunda da bayaq öz dediyi kimi. Mənim öz ixtisasıma gələndə də mən ədəbi iş və ekran dramaturgiyasını bitirmişəm. Slavyan Universitetində yaradıcılıq fakültəsini. Yaradıcılıq fakültəsi bilavasitə şeylə, poeziya ilə bağlı bir şeydir. Mən düşünürəm ki, mən incəsənət, poeziya ilə incəsənətin bir növüdür və poeziya, biz poeziyanın sözün şəklini çəkirik, bir növ incəsənət yaradırıq. Təbii. Yəni artıq bu düşünürsünüz ki, yəni hər hansı bir ixtisasda olmanıza rəğmən şairlik etmək bunun heç də ümumiyyətlə mən düşünmürəm ki, şairlik sənətdir. Mən ona sənət kimi baxa bilmərəm. Sənədin yəni imzası olur, sənədi olur, diplomu olur. Yəni şairliyin elə bir diplomu filan yoxdur. Mən düşünürəm ki, şairlik hobbi də deyil, ilahidən gəlmək fitrəti bir şeydir. Yəni bu hobbi ilə deyək ki, yox, hobbi deyəndə kiçikləşdirmiş oluruq biz onu. Və elmi adla da adlandırsa, təbii ki, artıq sənət kimdir desə, bir qədər də onu böyətmiş oluruq. Yox, sənət deyəndə də biraz onu şişirdirik belə yox, şişirtmirik. Biz onu biraz lorul olsa da deyəcəm, insanlaşdırmış oluruq. Axı, bu ilahidən gələn bir şeydir, poeziya. Yəni, dediyiniz kimi, yəni, ilham pərisinin gəlməsi ilə reallaşan bir şey olduğuna görə, yəni, bunu dediyiniz kimi belə bu formada adlandırmaq qəbul olunandır, yəni məqbul sayılmır. Amma mən Bilal müəllimin də düşüncələrini almaq istəyərdim ki, bu hər adamın bir neçə sənətdə yiyələnməsinə sizin münasibətiniz necədir? Yəni, bu bir insanın qadir ola biləcəyi bir riskdirmi, yoxsa burada da seçmələr var, yəni istisnalar kimi? Bu, demək, bir sənət peşə məsələsi var. Bir də insanın maraqları söhbəti var. Məsələn, biz şeiri peşə eləyə bilmərik ki. Maraq kimi baxırsınız ona. Bəli, bu maraqdır, amma bu elə bir maraqdır ki, bu ictimaiyyət üçün də maraqlıdır, cəmiyyət üçün də maraqlıdır. Bu şeirin, misal üçün, yaxud ədəbiyyatın özünün böyük bir tərbiyəvi əhəmiyyəti var, maarifləndirmə funksiyası var və s. Amma bu peşə deyil. Bunu peşə kimi, məsələn, bəzən biz deyirik ki, peşəkar, məsələn, filan kəs peşəkardır, bir öz sahəsi üzrə. Amma şairə peşəkar demək günahdır. Ona görə ki, şair peşəkar, bu peşə deyil, amma həvəskar deyirlər. Həvəskar, orada həvəskar peşəkar söhbəti yoxdur. Şeir elə bir şeydir ki, misal üçün, bununla insan özünün duyğularını ifadə edir, öz də gözəl duyğularını ifadə edir. O insanlara gözəllik bəxş edir, həyatın gözəlliyini bəxş edir. Öz işinizdə deyə bilmədikləriniz şeirlə deyirsiniz. Məsələn, mən sizlə əvvəllər də həmsöhbət olmuşam. Amma peşə baxımından mənim doğrudan da heç peşəm olubdur. Mən Bakı Dövlət Universitetini qurtarmışam, bir müddət deməli mədəniyyət sistemində işləmişəm. Ondan sonra jurnalist təhsil almışam, hətta qəzet redaktoru işləmişəm bir müddət. Sonra isə mən müəllimlik təhsili almışam. İndi mən hazırda müəllim işləyirəm. Yəni ədəbiyyatla, Azərbaycan ədəbiyyat müəllimi və Azərbaycan ədəbiyyatla bilavasitə bağlı bir adamam. Amma bununla yanaşı bir ziyalı olaraq, bir vətəndaş olaraq, bu ətrafında baş verənləri dərk edən bir insan olaraq öz üzərinə düşən vəzifəni də istəyirsən ki, yerinə yetirəsən. Məsələn, bizim 19-cu yüzillikdə, 20-ci yüzilin əvvəllərində bizim ziyalılarımız, şairlərimiz, yazıçılarımız, alimlərimiz misal üçün istəyirlər maarifləndirmə funksiyası həyata keçirsinlər. Digər tərəfdən də Azərbaycan xalqının mənəvi sərvətini toplamağa cəhd göstərirlər. Məsələn, mən ilk qələm təcrübəm mənim olub, misal üçün, folklor nümunələri toplamaq. Orta məktəbdə oxuyanda, məsələn, folklor nümunələri toplamışam. Amma mən jurnalist təhsili üzrə getmədim. Mən başqa sənət üzrə getdim. Jurnalistikaya bir qəlbimdə bir hobbi vardı. Bu sənətə bir maraq var idi. Sonra jurnalistikanı da oxudum. Biraz da işlədim. Amma sonra gördüm ki, yox, məni bu şeylər daha çox... Bir neçə ixtisasa yiyələmək eşqidə deyək sizdə. Bu nədən yaranmışdı? Ola bilər ki, bu həvəs idimi? Ehtiyacdan, yəni ola bilər ki, düşünə bilərsiniz ki, ailə dolanışını təmin eləmək üçün bir neçə işdə işləməliyəm.
hamısı var orada, amma Aha. bir şey var. Üstünü hansıdır, faiz dərəcəsi ilə? Məsələn, Özünü axtarmaq. kimsə deyək ki, misal üçün bir sənət sahibi olaraq qalır. Məsələn, deyək ki, müəllim olaraq 30 il, 40 il müəllim işləyib pensiyaya getmək olar, elə deyil. Amma elə cəmiyyətdə gördüyümüz insanlar var. Onlar məsələn bir ixtisas üzrə təhsil alır, sonra onlar mərtəbə yüksəlirlər. Ya vəzifə pillələrində harasa. Amma məsələn bizi isə başqa maraqlar çəkir. Məsələn, ta ki məni maraqlandıran daha çox misal üçün yaşadığım bölgənin folklorudur, etnoqrafiyasıdır, tarixidir, bu şeylərlə bağlı. Mən bir vətəndaş olaraq bununla bağlı tədqiqatlar aparmışam. Bununla bağlı hətta məsələn biz son layihələrimizdən biri misal üçün yaradıcı uşaqlar layihəsidir. Biz kitab da buraxmışıq onunla əlaqədar. Orta məktəb şagirdləridir, bölgənin orta məktəb şagirdləridir. Onların şeirləridir, ondan sonra hekayələridir, yaradıcılıq axtarışlarıdır. Sonra məsəl üçün bir ictimai əsaslarla məsələn Muğam Folklor və Yaradıcılıq Mərkəzi yaratmışıq. Burada deməli bizim bu bölgəndə indi hər kəs yaşadığı bölgə. Mən Cəlilabadda yaşadığıma görə bu bölgənin əsasən folklorunu toplamışam, etnoqrafiyasını toplamışam, folklor nümunələrini toplamışam. Bir kitab çap elətdirmişik, misal üçün Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunda Azərbaycan Folklor Antologiyası seriyası ilə Muğam folklorunu çap elətdirmişəm ki, misal üçün orada deməli bizim bölgənin folklor nümunələri gedir. Mən deyim ki, orada Naxçıvan folkloru çıxıb, Qarabağ folkloru çıxıb, hər region üzrə məsələn folklor bu bir növ xammalın toplanmasıdır, xam materialın toplanmasıdır. Mən bir dənə də şey deyim ki, niyə buna adamda bir yanğı yaranır? Məsələn deyək ki, hər kəsdə bir şeir yazmaq yanğısı var. Əgər bu şairdirsə, həqiqətən fitrətən bir şairdirsə, onda bir vətəndaşlıq yanğısı yaranır. Bu xalqın mənəvi sərvətin misal üçün, məsələn biz görürük ki, gözümüzün qabağında yaşlı adamlar sinəsində nə qədər folklor nümunəsini aparır o dünyaya. Bunu itib batmaqdan qorumaq lazımdır, bunu toplamaq lazımdır ki, bu araya ərsiyə gəlsin. Məsələn, mən bölgədə yaşadığıma görə bu materialın içərisindəyim. Ünal müəllim, bax, söhbətinizin bu səmimi məqamında istəyirəm bir şey soruşum sizə. Tam səmimiyyəti də etiraf edin. Bu qədər iş sadalayırsınız da, şairlik, yazarlıq, jurnalistik fəaliyyəti, kitab, pedaqoji fəaliyyət. Çatdırırsınız yəni vaxt hamısına, yəni istədiyiniz kimi. Alınırmı? Bayaq dedim ki, yəni bir insan bu qədər işin öhdəsinə gələ bilərmi? Məktəbdə məsələn mənim dərs saatım var, elə deyim müəyyən günlərdə. Bu boş vaxtlarımda mən şübhəsiz ki, o kompüterin arxasındayım, topladığım materialları orada özüm elə yığıram. Ondan başqa bölgənin ziyalıları var, onlarla əlaqə yaradırıq, folklor nümunələrini toplayırıq. İndi bizim xeyli deməli folklor toplayıcılarımız əmələ gəlir. Bunu adamlar məsələn deyək də, hər kəsin bir hobbisi var, bir maraqları var, məsəl üçün deyək də, kimsə gedir məsəl üçün nərd oynamağa, şahmat oynamağa, idmana gedir, başqa şey, hərənin bir marağı var da. Məni də məsələn boş vaxtlarımda bu çəkir, bununla məşğul oluram. Amma buna misal üçün mən peşə demirəm. Bir növ əslində amma sizə gəlir gətirir bu əlavə işlərini? Yox, mənəvi sakitlik verir. Bəzən məsələn mənəvi gəlir. Mən o kitabların çoxunu öz vəsaitimlə çap eləmişəm. Müəllimlikdən aldığım pulla aparmışam o kitabları çap eləmişəm. Günay xanımın sözünə qüvvət, şairliyi və yazarlığı bilavasitə həm ona görə də peşə saymaq olmaz ki, çünki o heç nə, yəni maddi baxımdan qazandırmır da. Düzdür, Avropa təcrübəsinə baxsaq, bizdə səfərimiz sadəcə Çingiz Abdullayev özünün yazdığı kitablar əsasında dolanır, yəni və o heç nə başqa fəaliyyət göstərməsə, yazarlıqdan əlavə, yəni özünü dolandıra biləcək qədər pul var. Şübhəsiz ki, yəni onun ailəsini dolandırmaq üçün bir iş yeri olmalıdır. Bax, bu da var. Bu bütün şairlər, yazıçılar, alimlər hamısı onun ailəsini dolandıran bir yer olur. Elə bir şair varmı ki, onun əlavə ixtisası olmasın, sadəcə şairliklə məşğul? Şairlik ixtisas deyil ki. Bizdə yoxdur. İxtisas deyil ki. Kimdə? Ümumiyyətlə Azərbaycanda yoxdur. Məsələn, Sergey Yesenini o vaxtlar bir növ elə dırnaqarası sürgün eləmişdilər Bakıya, İrana getmək adı ilə misal üçün. Məsələn, bu adam əslində deməli ədəbiyyatı ilə dolanan bir insan idi. Məsələn, götürək Mayakovskini misal üçün. Mayakovski o dövrdə Sovet hökumətində, Sovet dövründə Sovet siyasətini təbliğ elədiyinə görə onun dolanışığı təminatı da yaradılmışdı. Amma indi misal üçün əgər laf gözəl şairdirsə də, o şeiri ilə dolanışıq təminatı yarada bilmir. Sadəcə olaraq bir mənəvi təskinlik tapır. Bir. İkincisi də ki, bundan başqa, misal üçün, hardasa bu yazılan şeirin özünün də bir funksiyası var axı. Cəmiyyətə nə verirsən, nə təqdim edirsən. Əlbəttə, şübhəsiz ki, mənəvi gözəllik. Bilal müəllim, çox üzr istəyirəm. Telefon xəttində bir seyircimiz gözləyir. Görə, yəqin ki, xoş fikirlərini çatdıracaq bizə də. Xoş olardı seyircimizi eşitmək. Alo. Alo, salam. Əleyküm salam, hər vaxtınız xeyir olsun. Hər vaxtınız xeyir, sizə salamlayıram, mən qonağınıza salamlayıram. Kiminlə danışırıq, özünüzü təqdim edərdiniz? Şahid Orxanlı Cəllabadıra. Laf yaxşı, buradan Cəllabada qucaq dolusu salamlar. Buyurunuz, fikirlərinizi paylaşın. Təşəkkür edirəm, Cəllabadlıların da sizə xoş salam var. Allah razı olsun. Mən qonaqların hər ikisini, istər Bilal müəllim olsun, istər Vaqib Alabəl olsun, çox gözəl tanıyıram. Günay xanım da eləcə? Bəli? Günay xanım da eləcə?
Yox, yalan deyənmərəm, eləcə tanımıram. Amma imzasına rast gəlmişəm. Həm onların hər ikisini yaxşı tanıyıram. Onlar öz sahələrindən başqa sahələrdə. Məsələn, Faiq Balabəlini götürək. Mənim çox böyük ustadımdır. Yəni ki, ilk dəfə mənim mətbuata gəlməyimdə Faiq Balabəlinin böyük rolu olub. Yəni, Yeni Xəbər qəzetinin baş redaktoru və mənə necə deyərlər, elə bil ki, bir səhifə hazır qoyub ki, mən orada yazmışam. Mən bu mənada Faiq bəyə təşəkkürlər. Qaldı ki, Bilal bəy haqqında. Bilal bəy öz sahəsindən tamamilə kənara çıxan bir dostdur, yoldaşdır. Ondan əvvəl ki, Bilal müəllimin təsəvvürü əsri 2 nöqtələr əvvəl birliyi yaradır. Bu birliyi yaratmaqla yanaşı bütün deməli nasirlərin kitabları çıxartmaqla məşğuldur. Məsələn, mən buradan böyük təşəkkür edirəm Bilal bəyə ki, Bilal bəy Qasım Ağaoğlu haqqında bir kitab çıxardır. Qasım Ağaoğlu Azərbaycan jurnalistika səsində kifayət qədər tanınmış adamdır. Mən onu deyərdim ki, Cəllabadın Nəcəf Nəcəfovu hesab eləyirdim. Yəni, hamımızın müəllimi olub. Mən istəyirəm ki, sizə belə bir konkret sual verim, üzr istəyirəm. Bax, siz özünüz sevdiyiniz ixtisasdasınız, yəni və ixtisasınızdan əlavə hər hansı bir işlə məşğulsunuz mu? Yox, mən ixtisasım üzrə işləmirəm. Mən özüm, məsələn, Faiq müəllim də bilir, Bilal müəllim də bilir. Mən jurnalistəm. Xor qəstin Cənub Bürosunun rəhbəriyəm. Amma ixtisasınız nədir? İxtisasım kənd təsərrüfat planlaşdırmadır məndə. İxtisasım üzrə işləmirəm. Təbii ki, iş yoxdur, işləmirəm. Təşəkkür edirəm. Təşəkkür edirik, minnəttarıq. Sağ olun. Xanım.